Hər kəsə salam. Bugünkü səyahətimiz Bakının mərkəzində yerləşən Böyük Şor gölünədir. Gəlin birlikdə bura ilə tanışalaq. Bura ilk baxışdan sakit və çox estetik bir istirahət məkanı təsirini bağışlayır. Bir tərəfdə Bakı Olimpiya stadionu, digər tərəfdə isə Böyük Şor gölünün geniş mənzərəsi. Bulvar boyunca gəzinti və velosiped yolları, oturmaq üçün yerlər, yaşıllıqlar və istirahət məkanları var. Ərazidə kafe də fəaliyyət göstərir. Xüsusilə gün batımında bura foto və video çəkmək üçün gələnlərin sevimli məkanlarından birinə çevrilib. Amma Böyük Şorun ən maraqlı tərəfi onun bugün necə görünməsi yox, keçmişdə necə olmasıdır. Çünki bir vaxtlar bu gölə tullantı suları axıdılır, neft qalıqları və müxtəlif çirkləndiricilər suya daxil olurdu. Ekoloji vəziyyəti o qədər ağır idi ki, Böyük Şor dünyanın ən mürəkkəb çirklənmiş göllərindən biri hesab olunurdu. Sonradan burada geniş miqyaslı təmizləmə və bərpa işləri aparıldı. Təsəvvür edin, göldən milyonlarla kubmetr çöküntü çıxarıldı və bu ərazi tədricən bugünkü görkəminə gətirildi. Yəni indi gördüyümüz bu mənzərənin arxasında kifayət qədər böyük bir dəyişiklik hekayəsi var. Böyük Şor gölünün ətrafında gəzişərkən diqqətimi ilk çəkən detallardan biri də buradakı abadlıq oldu. Gəzinti yolları boyunca oturacaqlar, işıqlandırmalar və müxtəlif yaşıllıq sahələri yerləşdirilib. Ərazidə həm böyüklər, həm də uşaqlar üçün maraqlı seçimlər var. Qarşımıza çıxan bu kiçik qatarda xüsusilə uşaqların diqqətini çəkir. Biraz irəlilədikcə gölün kənarına daha da yaxınlaşırıq. Buradan mənzərə tamam fərqli görünür. Xüsusilə günəşin batmağa başladığı saatlarda. Bu istiqamətdə davam etdikcə qarşımıza Böyük Şorun başqa bir tərəfi çıxır. Buradan gölün ətrafında yaradılmış istirahət zonasının quruluşunu daha aydın görmək olur. Mənim kimi şəkil və video çəkməyi sevənlər üçün də burada kifayət qədər maraqlı kadr tapmaq mümkündür. Böyük Şor gəzintimiz də belə keçdi. Əgər siz də bura gəlməmisinizsə, növbəti gəzinti üçün siyahınıza buranı əlavə edə bilərsiniz. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olmağı, bəyənməyi və dəstək olmağı unutmayın. Sağ olun.